Salamlar hər kəsə. Mən Həşimzadə Kəminə, ingilis dili müəllimi. Bu günləri sizə imtahana düşən sualların hər birini bir-bir izah eləmək istəyirəm. İnicə dinləmə materialını əldə etdiyim üçün dinləmənin transkriptini də sizinlə paylaşıram. Gəlin başlayaq birinci sualdan. Deməli, Emma ilə bağlı olan bizdə şərtdə hansı belə deyim, düzgün fikirlər istəyir? Onlara baxırıq. Deməlidir ki, explain that socializing would help patient. Bunu Emma izah eləmirdi. Baxın, izah eləmişəm, sizə altından xətt çəkmişəm. Melissa explained deyir. Ona görə biz burada biri götürə bilmərik. Bir getdi, biri çıxdıq. Gəlin çıxaq. Çıxdıq. İkinci, so how difficult it was for her granny not to remember her family. Okay, buna baxaq. Bu haqda məlumat vermişdimi? Gəlin ona baxaq. Aha, bax bu ardı. So how difficult it was for her granny not to remember her family. Yəni olduğu kimi deyib. Ona görə biz ikini götürə bilərik. İkini götürdük. Grew up far from her grandmother. Yox, əksinə elə nənəsinin yanında qalırdı. Ona görə biz nə edəcəyik? Burada far from-da çıxacaq. Bu da səhvdir. Reach out to Alzheimer's experts-dən söhbət gedirsə, bəli, bu da düzgündür. Çünki bu fikirdə dinləmədə deyilmişdi. Dinləmədə görə bilərsiniz. B variantı olacaq. 2-də deyir ki, which statement is true according to the passage. Doğru fikir istəyirsə, burada deyir ki, bir Emma posted photos of the family members with their names on the app. Bunu göstərək. Bir dənə burada səhvi deyim ki, sizə and səhvdə over olmalıdır. Sonra Emma wrote articles about, yəni articles yazmayıb, oxuya bilər. Yazmaq haqqında məlumat yox idi. Yəni Melissa ola bilər ki, onu etsin. Sonra unutmaqla bağlı bir şey deyil. Alzheimer xatırlayır, sadəcə keçmiş zamanı xatırlayır. Bu da gedəcək. Sonra xatırlayırlar ki, nə geyiniblər. Bu da yanlış fikir idi. Yəni bu variantı da çıxırıq. Variantımız iyi olacaq. Əgər dinləmə nə haqqındadır deyirsə, Emma'nın Alzheimer xəstələrinə köməyi ilə bağlı cəhdlərindən söhbət gedirdi. Avtomatik A variantını burada götürəcəm. 4-də və 5-də cümlə tamamlamadır. What happened to Emma while she was working on her application deyirsə, o çətinliklərlə üzləşdi. She faced challenges deyəcəm. Sonra this would help her granny to be aware of the people around her and notdan sonra davamını da deyim sizə burada göstərilmişdi. Not completely olan hissədəydim. Yəni burada oxuyaraq tapa bilərsiniz. Onsuz harca transkript var deyə bunu izah eləməyə ehtiyac yoxdur. Ümumilikdə dinləmə həmişəki kimi biz nə qədər narazılıq bildirsək də, mən onsuz bilirəm ki, heç nəyə təsir eləməyəcək, yenə öz bildiklərini eləyirlər. Dinləmənin səsləndirməsi yenə bərbad olub. Yəni inanın əsəbimdən indi özümə gəlmişəm. Ona görə heç nə sakitləşib istədim ki, izah edeyim sizə. Heç yəni xoşuma gəlmir bu dinləmədə olan problemlərin həll olunmaması. Şagirdlər çox demotivasiya edir, yenə hamı ağlayıb. Çünki nə qədər 100 ballıq şagirdlərim gedib 4 dənə, 5 dənəsini artıq bildim. Onda da telefonda kənara atdım ki, əsəblərim korlanmasın. 29 düz yazıblar. Maşallah olsun hamısına. 290 pluslarım çoxdur. Amma yanıb töküləm ki, o şagirdlər hamısı, o bal balalar hamısı 300 bala layiq idi. Xeyirlisi, ona ilə yazmayanlar da var, amma mən şagirdlərimin əziyyətinə görə yanıb tökülürəm. İnşallah bununla bağlı bir tədbir görərlər deyə ümid edirəm. Qrammatika ümumiyyətlə rahat idi. Fərqi görülə biləcək dərəcədə rahat idi. Yəni, bundan əvvəlki imtahan 9 martda biraz daha çətin hissələr var idi. 1-2 dənə sual sadəcə çətin idi, mətn amma eyni səviyyədə düşmüşdü. Bilirik ki, burada mən demişdim 3-cü qrupdan düşəcək, dediyim hissələr düşüb, onsuz çeynənmiş mövzular və sözlər. Yəni, əyani dərslərimdə olan şagirdlər bilirlər, yəni, görəcəksiniz sinonimləri 100 dəfə soruşmuşam, bəlkə də 500 dəfə soruşmuşam o sözləri. Gəlib imtahanda da düşdü qabaqlarına. Wanted gördüyü 3-cü qrup feildir, təbii ki, tuğlu feil olacaq, A variantını götürəcəm. I'll tell you dear complete the sentence-də mən şagirdlərə öyrətmişdim ki, bağlayıcıdan sonra köməkçi feillərimiz gəlməz, mübtəda gəlməlidir. Ona görə bunlar çıxacaq variant olacaq A variantı. Sonra people sözünə heç burada baxmırıq, burada tərcümədir. Leksik sualdır bu. Yəni, yaxşı bir xarakterdən söhbət gedirsə, mehriban və incə düşüncəli olanlara aiddir bu. Xəsis və
Rude, kobud insanlara aid deyil. Yəni biz götürəcəyik burada D variantını. 10-cu suala baxıram. Yesterday sualı, yesterday'ni gördünüzsə sən bilirsən ki, bu keçmiş zamandır, rahat sual idi. Y variantını götürəcəm. 12'də salesman had a lot of antique carpets in a month later deyirsə, söhbət nədən gedir? Carpet sözü cəmdədirsə, onların çoxundan söhbət gedir. Yəni cansızın cəmidir uşaqlar. They ola bilər, them ola bilər, their ola bilər. Yaxşı. İndi söhbət burada deyir ki, onlardan çoxu və yaxud da bir neçəsi it olanları çıxacaqsan. 2-3 olacaq. Yəni tam deyim formatındadır. 12 də easy peasy sual idi. Verini gördük adi dərəcə. Yəni bunu səhv eləyən də daim nə deyim? Qalmağa ehtiyac yoxdur bu sualda. Bu da eyni dim tipdə sualdır. Ağır olduğuna görə təbii ki, mən qutunu daşıya bilmədim. Keçmiş zaman olduğuna görə biz ümumiyyətlə ought to'su yoxdur. Ought çıx. Wasn't able to olardı. To'su yoxdur. Hadn't to deyilən bir şey yoxdur. Nə olmalıydı bu? Didn't have to olmalıydı. Götürəcəm C variantını. 14-cü sualı çox bəyəndim. Həqiqətən çox bəyəndim. Baxırıq 14-də. 14-də deyir ki, books are very important in-dən sonra nə gələcəkdir? In the life of people. Yəni kitablar insanların həyatı üçün çox vacibdir. A variantını götürəcəksən. Yəni bu biraz şagirdləri çaşdıra biləcək hissədə idi. Sonra 15-ci suala baxsaq, please sözünü görürük. Mən bunun hər birini şagirdlərimə yazdırmışam. Please ilə nə işlənəcək? Please ilə with işlənəcək uşaqlar. Ona görə with olmayanları çıxırsan. Və kimə alıblar deyir? Bacısına. Bacısı üçün alıblar deyir. Biz burada C variantını götürəcəyik. Səskiyə görə üzrlü sayın, evdə biraz qonaqlar var, amma ürəyim dözmədi ki, mən bugün bu izahı sizlə paylaşmalıyam. 16-da da tərcümə mən sizə demişdim, onsuz ozoba belə bir şeylər düşə bilər ki, variantlarda var idi. Tərcümədir. Deyir ki, nə vaxt ki insanlar bir-birindən dalaşmağı dayandıracaqlar və dünya döyüşməyə dayandıracaqlar, dünya daha gözəl yer olacaq. Yəni, anda əndə mənasında beni götürəcəm, tərcümə istəyir. 17 də çox rahat sual idi. Ofdan əvvəl cup of-dir, yəni cup təkdədir, olması düzdür. Glasses cəmdə də olması səhvdir. 2 kilo, kilosu olmalıdır, doğrudur. A bar of chocolate-da bar təkdədir, of var, əvvəllə uzlaşmalıdır, doğrudur. Yəni B variantı. 18-ci suala baxırsan, was the train 2 hours late? Qatar 2 saat gecikdi. Demişdim question words düşə bilər. Nəyə görə deyir gecikdi? Why olacaq burada. Tərcümə lazımdır. Most demişdim düşə bilər, düşdü. Üstünlük dərəcəsi də the article olur. Dünya ilə the article olur. Çeynənmiş qaydalardan biridir. Bu da getdi. Yəni qrammatika həqiqətən çox rahat idi. İnanmırdım belə rahat cümlə düşər və bunu dəyişərik. Amma yenə də nə yaxşı ki düşdü. Tamamlığımız olur mübtədamız passive voice-da. The new rules olacaq. Sonra bitmiş olduğuna görə have been, has been axtaracaqsan. Rules cəm olduğuna görə həzlər çıxacaqsan. Variantımız olacaq Y variantı. 21-ə baxırıq. 21-də deyir ki, bizə yenə yaxşı ki antonimləri soruşur. Biz antonimlərə baxsaq bilirik ki, defend qorumaq, attack hücum etmək antonimdir. Liberate free azad etməkdir, sinonimdir. Kəsilmək, uğur qazanmaq antonimdir. Reject, refuse, imtina etmək, 100 dəfə şagirdlərimlə bunu demişəm, sinonimdir. Dağıtmaq, tikmək, bu da bizim antonimimizdir. Ona görə variantımız olacaq D variantı. 22-də dəhşət vəhşət rahat sual idi. Sayılmayan olduğuna görə F-yini çıx, F-yini, menini çıx. Elotonofu yoxdur, D variantı. Yəni, orta bazada olan şagird belə 16 sualdan rahatı 16 dənədən 14-ünü yazar. O dərəcə rahat sual idi. Gəlin, indi baxaq biz mətnə. Mətnə baxdıq. Mətn sualları da normal suallar idi. Deyir ki, hansı fikir doğrudur? Vincent moved to the Netherlands later with his brother Theo. Xeyr, burada qardaş haqqında məlumat birinci abzasda verməmişdi, yanlışdı. Though Vincent drew many artworks, he had problems displaying them. Bəli, bu fikir doğruydu və bildirilmişdi. Biz bunu götürəcəyik. Gözləyin görüm hardadır o hissəni mən sizə deyim. Deyir ki, his works were largely unknown, tanınmırdı.
Çox idi, amma tanınmırdı. Niyə? O deyir cavan deməyim. Alive nədir? Yaşayan vaxtı. Amma ki, yəni o qədər uşaqlara görə beynim yanıb ki, əsəblə sizə izah eləyirəm. Uşaqlar başa düşərsiniz məni. Hə, amma öləndən sonra deyir bu, yəni bunun əsərləri başladı tanınmağa və rekord qırmağa. C variantına baxıram. Ailəsi haqqında, ailəsinə haqqında deyildi yazdıqları və yaxud da ömrü boyunca yaşadığı müddətcə satılıb hamısı xeyr. Bu da deyildi. Öləndən sonra rekord olub və rekord səviyyədə satılıb. Vincent was the youngest child deyirsə, youngest yox, eldest olmalıydı. Bu da yanlışdır. In his letter to Theo, Vincent nə edirdi? Cümləni tamamlamaq lazımdır 24-də. 24-də altından xətt çəkmişəm uşaqlar. Yaşıl hissə bax. Deyir ki, he wrote to his brother about his painting branch of an almond tree in blossom and explained how deeply he was touched by Japanese art. Ona görə də biz 24-cü hissədə nəyi götürəcəksiniz? Siz burada C-ni götürəcəksiniz. Çünki izah eləməyə çalışır ki, həmçinin. Deyir ki, yəni qara rəng olmadan belə darkness-i ifadə eləmək olar. Davamında da onu deyirdi. 25-ə baxsaq, 25-də ümumiyyətlə mətn haqqındaydı. Mətn təbii ki, Vincent van Gogh'dan danışırdı. Yəni o da kim idi? Tanınmış artist idi. Yəni bu da rahat idi tapmaq. Yəni mətn eyni tipdə düşüb. What is typical for Van Gogh artistic career? Hansılar düzüydü? O deyir ki, 10 ildir ki çəkib 26-cı sualda. 10 ildir ki, baxaq o hissəni bir dənə mən sizə göstərim. Hə, bax 10 illik deyib sənə. Only educate deyir. Bəli, bu doğrudur. Bunu bəyəndik. Educate sözünü bilməlisən. Ancaq qara rəng yox, əksinə qara rəng istifadə eləmirdi. Az deyildi. Burada mətndə yazılmışdı. Numerous olmalıydı. Ona görə bu da getdi. Bəli, 4-cü olan hissəni də bizdə bildirmişdi mətndə. A variantını götürəcəyik. Çox rahat idi bu arada. Yəni həqiqətən mətn keçən yəni 9 martdakı definitionla bunlar arasında fərq var idi. To motivate or encourage someone, yəni kimsə həvəsləndirmək, təbii ki, ikinci abzasda inspire sözü olacaq. Yəni yazacağıq to inspire. Rəngi dəyişək ki, fərqlənsin. Sonra improve sözünün sinonimi birinci abzasda təbii ki, develop olacaq. Yəni to develop yazmanız daha yaxşı olar. Bu da doğrudur. 29-da isə his works were largely unknown when he was alive, but They'dən sonra bu hissəyə baxaraq gained immense popularity and broke sale records after his death deyir. Hə? Mən burada nəyi dəyişərəm? Dəyişərəm satisfaction of pleasure ilə gained, qotunan, get yazan şagirdlərim var. İnşallah düz götürülsə 100 ola bilər, amma heç ümid eləmirəm. Yarı bal yəqin ki olacaq. Immense huge ilə dəyişərəm, popularity-ni fame ilə dəyişərəm. Və esse mövzusu, bəli, keçən dəfəyə baxanda biraz daha çətin idi, amma belə deyim də özünüzdən kreativliyiniz varsa rahat şəkildə bu esseni yaza bilərdiniz. Nəyə görə sizcə önəmlidir sərgiləri ziyarət eləmək? Yəni çox rahat şəkildə də fikirlərinizi bildirə bilərdiniz. Yenə böyük narazılığımız dinləmədədir. Həqiqətən də yəni yüksək bazalı şagirdlərimin dinləmədə bir səhvin olması məni yenə yandırıb döktü. İnşallah bir də bu problemlər yaşanmaz deyə ümid edirəm. Ümumi dəyərləndirsəm, yəni ingilis dili rahat düşmüşdü. Yəni eyni səviyyədə düşmüşdü. Qrammatika amma daha rahat düşmüşdü. Çox rahat çeynənilmiş suallar düşmüşdü. Yəni qrammatikanı səhv eləyən də nə deyim, yəni o qədər rahat idi. Biraz make-up sentence bəlkə fərqli idi. O biraz müqayisə olunanda daha çətin idi. Başqa belə mən burada çətin bir belə deyim qrammatika qəti şəkildə görmədim. İnşallah ki, sizin də nəticələriniz ürəyinizcə olar. Ümumiyyətlə, imtahan sizin üçün necə keçdi? Fikirləriniz nələrdir? Nələri təkrarladığınız üçün, belə deyim, və yaxud da videolarımda nələrə baxdığınız üçün, belə deyim, nə yaxşı ki, deyirsiniz ki, baxdım, sizə xoş təsir elədi və yaxud da hansı məsələlərə diqqət eləməyiniz lazımdır, etməmisiniz. Bunu komment bölməsində bölürsəniz çox şad olaram. Və həmçinin də kommentləri şagirdlərim də oxuyur deyə onlara da böyük dəstək olmuş olarsınız. Belə, son olaraq axıra qədər dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Zəhmət olmasa kanalıma abunə olmağı unutmayın. Hər birinizə uğurlar arzulayıram. İnşallah daha imtahan məsələsi buraxılışda qutardı. Fokuslanırıq blok imtahanlarına. Uğurlar arzulayıram sizə. İnşallah haqqınızda hər zaman xeyirlisi olsun. Sağ olun.